Mesela bugün İlham Əliyev 1 milyard pul oğurlayıb ölkədən çıxardırsa, onun uzaq başı deyək ki, əgər bu o pulun yuyulmasında falandansa iştirak edibsə, uzaq başı bundan 3%, 5% pul ala bilər. Amma gəlin baxaq, 1 milyonun 1%-i nə qədər eləyir? 10 min. 10 min manat eləyir dostlar. Yəni adicə faizlə götürəndə bəli Adnan Əhmədzadənin varı dövləti başından aşmalıdır və o da belə, yəni o belə həyat keçirməsi, məsələn o internetdə deyək ki, sosial şəbəkələrdə onun yoldaşının və özünün paylaşdığı şeylər, bunlar adi bir, yəni biznesmen üçün, bizneslə məşğul olan adam üçün adi bir şeydir. Yəni onun elə bir deyək ki, şeyi yoxdur. Şu insan pul kazanır, biznesle məşğul olur, onun da faizini kazanır, indi bu yoldaşından istediği şekilde onu xərcləyir və əgər bu halal olsaydı, mesela deyək ki, Avropada, Amerikada ki olsaydı, təbii məsələdir ki, heç kim Adnan Əhmədzadəyə bir söz deyə bilməzdi. Yəni bilirdi ki, bu qanunlarla, məsələn deyək ki, Avropanın və yaxud da Amerikanın qanunlarıyla kazanır bu pulu. Ona görə də ona heç bir söz deyə bilməzdi. Amma bu Azərbaycanda da təbii məsələdir ki, Azərbaycanda da Adnan Əhmədzadə bu pulu, bu sərvəti ancaq uğurla qazana bilər. Yəni Azərbaycan xalqının cibinə girməklə, o da öz başına da mı Adnan Əhmədzadə gəlsin Azərbaycan xalqının cibinə girsin?